Her vaxtınız xeyir gözləyən insanlar. Bax burada bizim aktinisiyalardır. Demək, bax burada görsünə gözəllikdədir. Yeni göyərtilər başlayır. Deməli bizim burada iri qablarda olanlar var. Bax bunlar iri ölçülü olanlar aktinisiyalardır. Böyük dipçəklərdədir və kiçik dipçəklərdə olanlarımız var. Kim üçün maraqlı olsa, göyərtilər başlayır. Bunlar gələndə mənə kimlər ki qorxur bir də görsən nəyi salmağa. Bax bir belə çöplər gəlir. Türkiyədən bir belə çöplər gəlir. Amma indi maşallah qəşəng yoğun ağaclardır. 2 ilə, 2 il yarıma, 3 ilə böyümüş tinklərdir. İnşallah ola bilsin ki, kimdə vermişəmsə də yerdə olanlar başlayıb məhsul verəcək. Yəni kim üçün maraqlı olsa, aktinisiyalardan iri dipçəklərdə olanlar da var, kiçik dipçəklərdə olanlar da var. Kiçik dipçəklərdə olanlar da burada gördüklərinizdir. Bu tinklərdir. Azı sarınmış vəziyyətdə rahat şəkildə aparıb həyətə yerəkmək lazımdır. Bunlar da gözlər qoyur, başlayırlar yazın göyərtilərinə.